Formula 1-də könüllülük haqqında part 2. Ən çox verilən sualları cavablayıram. İlk olaraq 15 yaşım var, yayda 16 yaşım olacaq. 15 yaşım var, amma dil biliklərim yaxşıdır, müraciət eləyə bilərəmmi? Bu haqqda rəsmi qərar odur ki, könüllü olmaq üçün ən az 16 yaşınız olmalıdır. Amma dediyim kimi heç nə itirmirsiniz, qeydiyyatdan keçib şansınızı yoxlaya bilərsiniz. Alınmasa da eybi yoxdur, gələn yenə qeydiyyatdan keçərsiniz. İkinci sual, ingilis dili biliyim zəifdir, qeydiyyatdan keçə bilərəmmi? İngilis dilində zəif bilirsinizsə, hələ qabağımızda ən az 2 ay var. Biraz məşq eləyin, sadə suallara hazırlıqlı olun. Müsahibə mərhələsində sizdən elə qeyri-adi suallar soruşulmayacaq. Əgər bu suallara hazır olsaz, yaxşı nəticə göstərə bilərsiniz. Ola bilər ki, ingilis diliniz zəif olsun, amma başqa hansısa xüsusiyyətinizə görə sizi seçsinlər. Üçüncü sualımız, müsahibədə nə tip suallar verilir? Müsahibədə əsasən sadə suallar verilir. Özünüzü tanıdın, Formula 1 haqqında nə bilirsiniz? Azərbaycanda keçirilən Formula 1 haqqında nə bilirsiniz? Əvvəl könüllü təcrübəniz olubmu və s. Və sonda situasiya tipli bir sual da verilir. Məsələn, deyək ki, Formula 1-də könüllü kimi seçilmisiniz və hər hansı bir azarkeş gəlib sizinlə mübahisə eləyir. Bu anda ona qarşı necə rəftar eləyərdiniz? Bundan başqa ingiliscə biliyinizi yoxlamaq üçün sonda 1-2 sual verə bilərlər. Məsələn, ingilis dilində soruşa bilərlər ki, zəif və güclü tərəfləriniz hansılardır? Hər hansı bir sualınız varsa şərhlərdə yazın və yeniliklər üçün səhifəmi izləməyi unutmayın.